Azərbaycan Respublikasının milli qəhrəmanı Qorxmaz Abışoğlu Eyvazovun doğum gününün doğulub boya başa çatdığı Laçın rayon Güləbird kəndində qeyd olunması məqsədi ilə bir qrup Laçın rayon sakini həmin kəndə yola düşüb. Artıq saatlarımız 01:48-i göstərir və biz bir qrup Laçın sakini ilə 30 il düşmən tapdağı altında olan, lakin 44 günlük vətən müharibəsində müzəffər ordumuzun azad etdiyi Laçın rayonunun Güləbird kəndinə gedirik. İlk dəfədir gedirsiniz Laçına, Güləbirdə. Bununla bağlı 30 ildir, indi gedirik Güləbirdə, başına dönüb. Ürəyim içərdəsir, çox həyəcanlı. Gedib heç kimi tapmış. Gedərəm orada çağırırım dədəm, oğlu qardaşımı, atamı, anamı. Ölənlərimizi ziyarət eləyərik. Ağlayarıq da, kiriyərik da, şükür eləyərik. Prezidentimizin sayəsində çox sağ olsun. Prezidentimiz bu yolu bizə açdı. Çox sağ olsun. Bugün mənim üçün həm sevincli, həm kədərli gündür. Ona görə sevinclidir ki, 30 ildən sonra öz elim obama gedirəm. Atamın ziyarətinə gedirəm. Kədəri də ona görə ki, elimin obamın dəyərli oğlu, nəslimin dəyərli oğlu, Qorxmaz oğlu, Qorxmazın ad günüdür. Bu günləri biz Güləbirdə gedirik, ilk dəfədir. Bu sevinci bizə bəxş edən başda Ali Başkomandan olmaqla bütün ordumuza minnətdarlığımızı bildirirəm. 30 ilə yaxındır köçkün düşdüyümüz, dədə-baba ocağından ayrı qalıb həsrətini çəkdiyimiz torpaqlaradır yolumuz. İgid oğullarımız deyə-gülə, qan tökməklə, can qurban verməklə torpaqlarımızı düşmən tapdağından azad edib, özü də 44 günə. Laçına çatdıq. Elə girişdə Güləbird kəndindən olan 12 şəhidimizin şəkilləri bizi qarşıladı. Nenime yazdı, ayazdı, nenime yazdı, nenime yazdı, ayazdı. 30 ildən sonra Laçın rayon sakinləri artıq öz doğma yurdlarındadır. Bəli, bu hisslər çox qarışıqdır, kövrək və sevincli hisslərdir. 30 ildən sonra ilk dəfədir doğma yurdlarına ayaq basan sakinlər bu hisslərin əvəz olunmazlığını bildiriblər. Prezidentimiz Ali Başkomandanın köməyi ilə, eləcə də şəhidlərimizin, qazilərimizin, ordumuzun köməyi ilə bugün 30 ildən sonra biz Laçın rayonunun Güləbird kəndinə ayaq basırıq. Xoş gördük vətən, xoş gördük Laçınım, xoş gördüm vətən uğrunda şəhid olan, canından, qanından keçən Polad, Mübariz, Qorxmaz kimi igid oğullarımızın müqəddəs ruhu. Xoş gördük. 30 il bundan əvvəl Laçından çıxmışdım və bu illər ərzində vətənə qayıdacağıma inanırdım, ümid edirdim. Və bu ümid rəşadətli Azərbaycan ordusu, Ali Başkomandanımıza olan güvənimizdən irəli gəldi. İşğal zamanı Güləbird kəndi də dağıntılara məruz qalıb. Güləbird kəndi erməni vandalları tərəfindən bu vəziyyətə gətirilmişdi. İnanırıq ki, Ali Başkomandanımızın səyi nəticəsində Güləbird bundan sonra daha da inkişaf edəcək və gözəlləşəcəkdir. Bildirək ki, Güləbird kəndi Laçın rayonunun ən füsunkar təbiətə malik olan kəndlərindən biridir. Burada yaşayış 16-cı, 17-ci əsrlərdə olmuşdur. Güləbird kəndi Qubadlı rayonu və Ermənistanla həmsərhəddir. Bildirək ki, 1993-cü ilin sentyabrında erməni vandalları tərəfindən işğal olunan kənd 2020-ci il noyabrın 9-da Müzəffər Ali Başkomandanın səyi nəticəsində, igidlərimizin döyüşkənliyi nəticəsində azad olunmuşdur. Ermənilər 30 il ərzində Azərbaycanın maddi mədəniyyət abidələrini məhv ediblər. Erməni vandalları 1-ci Qarabağ müharibəsi zamanı da Sarı Aşığın abidəsinə böyük zərbələr vurmuş və abidə bunun nəticəsində dağıdılmışdır. Bu günləri mən bu Sarı Aşığın abidəsini görəndə özümdən asılı olmayan bir daha ermənilərin dünyada bizim ölkəmizə, Azərbaycan xalqına vurduğu zərəri öz gözlərimizlə görürük. Bildirək ki, kapitulyasiyaya məcbur olan Ermənistan 2020-ci il dekabrın 1-də Laçını geri qaytardı. Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir.
Rayon şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Laçının ərazisi 1,84 min kvadrat kilometr olmaqla 1930-cu il avqustun 8-də yaranıb. Laçın rayonunda bir şəhər, bir qəsəbə, 125 kənd var. İşğaldan azad olmuş bütün ərazilərdə olduğu kimi, Laçında da bərpa işləri sürətlə aparılır. Azad ərazilərdəki 3 hava limanından biri Laçın rayonunda inşa olunur. Qeyd edək ki, ermənilər işğal dövründə Laçında da vəhşiliklər törədib, digər rayonlar kimi Laçını dağıdıb, yandırıblar. Şəmistan Fikrətli, Elbrus İsmailov, Dünya TV.